Müharibə, Birinci Dünya müharibəsi Türkiyə, Osmanlı üçün çox böyük bir faciə ilə bitəcəkdir. Digər dövlətlərdən fərqli olaraq Türkiyə demək olar ki, işğal altına düşür və öz ərazi bütünlüyünü tamamilə itirir, hətta varlığını itirəcəkdir. Müharibənin nəticələrinə baxdığımızda, birinci müharibə dövründə 1918 Türkiyə hadisələrinə baxdığımızda bunu deyirəm, siz qeyd edəcəksiniz. 1918 Türkiyə deyəndə Türkiyə belə verək də, Osmanlı müəyyən bir dövrü Osmanlıdır. Yəni 1918-1922-ci ilə kimi. Burada 1918-ci ilin belə deyək, mart aprelində Zaqafqaziya Seymi ilə danışıqlar aparılır və Zaqafqaziya ilə müharibə aparılır. Sadəcə bunu bilsəz bəs eləyib, qalan məsələni mən sizə azdan tanış keçəcəm. Zaqafqaziya Seymi və Zaqafqaziya ilə müharibələr aparılır və Batum müqaviləsi imzalanır. 1918-in aprelində Batum müqaviləsi imzalanır. Sonra 18-ci ilin iyununda AXC ilə Batum müqaviləsi imzalanacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinə Batum müqaviləsi imzalanacaqdır. 1918-ci ilin iyununda AXC ilə Batum müqaviləsi imzalanır. Lakin müharibə 18-in o yayında Osmanlı üçün çox böyük iri məğlubiyyətlərlə bitəcəkdir və oktyabrında Mudrosla müqavilə imzalanacaqdır və müharibədən çıxmış sayılacaq. Osmanlı dövləti müharibə nəticəsində iqtisadiyyatı çökəcəkdir. Gənc türklər xaricə qaçacaqdı, partiya buraxılacaqdı. Ölkə İngiltərə, Fransanın işğalı altına düşəcəkdi. Bundan istifadə ilə hətta İtaliyada, Yunanlar da ölkəyə qoşun yeridəcəkdilər. Və bu vaxt, belə deyək də, Osmanlı Sultanı Mustafa Kemal Paşanın yanına çağıracaq ki, bəs bu Osmanlıların məğlub olması əlaqədar olaraq bəzi hərbi qüvvələr məğlub olmurdu və silaha vermirdilər. Və Mudrosa görə tərk-silah edilməlidir Osmanlı ordusu. Mustafa Kemal Paşanın yanına çağırır ki, bəs gəl sən get, bəs Anadoludakı olan qüvvələri tərk-silah elə, onların silahlarını əlindən al. Və 1919-cu ildə Mustafa Kemal Paşa Anadoluya gəlir. Lakin Anadoluya gəlməklə burada İstiqlal Savaşının əsasını qoyur. 1919-1923-cü illərdə olacaqdır. Burada hüquqlar haqqında bil adlı təşkilat yaradacaqdır. Hüquqlar haqqında bil təşkilatı özü kimi düşünən ətrafındakı insanları bir yerə yığacaqdır. Və 1919-cu ildə Sivas Konqresi keçiriləcəkdir. Sivas Konqresində Mustafa Kemal Paşa təslimiyyət müddəalarını qəbul etməyəcəklərini və Türkiyənin ərazi bütünlüyünü qoruyub saxlayacaqlarını elan edirlər və burada hakimiyyətin mənbəyinin xalq olduğunu və xalqa daha çox belə deyək də əsas məsələləri xalqla müzakirə olunmasını tələb edəcəkdir. Sonra hətta Osmanlı Dövlət Məclisinə tələbnamə göndərəcəklər ki, Osmanlı Dövlət Məclisi Mudros sülhü çərçivəsində Türkiyənin ərazi bütünlüyünü qorusun. Lakin Mudros sülhü imzalansa da əslində Mudros sülhü indiki Türkiyə ərazisi üçün imzalanmışdır. Amma Mudros sülhü Türkiyə ərazisi üçün imzalansın müvəqqəti müqavilədir. Çünki Severlə Paris konferansında birazdan keçəcək. Severlə Osmanlının belini qıracaqlar. Mudrosu sadəcə müvəqqəti imzalamışlar. Mudrosda Osmanlı tək müstəmləkəni itirmişdi. Yəni yaxın şərqi, Suriya, Fələstin, Misri, yəni bunları itirmişdi də, İraqı falan bitirmişdi. 19-da Sivas Konqresində nümayəndələr komitəsi yaradılacaqdı. Burada müvəqqəti hökumət rolunu oynayacaqdı və Mustafa Kemal Paşa nümayəndələr komitəsi rəhbəri olacaqdı. Bu vaxt Osmanlı Dövlət Məclisi 1919-un sonu 20-in əvvəlində belə deyək, Misaq-ı Millini qəbul edir. Lakin bu Misaq-ı Milli nə idi? Uşaqlar bunu izah edeyim. Orada sizin kitabınızda yazılır. Siz başa düşməyəsiniz deyə mən məcbur ətraflı izah eləməyəm, amma bunu qeyd eləməyə ehtiyac yox. Bax, bunları qeyd eləyin, amma mən bu dediklərimi qeyd eləməyə ehtiyac yox. Sadəcə siz mövzunu anlayasınız. Misaq-ı Milliyə görə Mudros sülhü çərçivəsində bugünkü Türkiyə ərazisi və bir də Kərkük, Mosul bölgələri Türkiyə ərazisi olmalıdır. Təbii ki, bu İngiltərə xoşuna gəlməz, çünki İraqın zəngin neft rezervlərini Türkiyənin əlində olması İngiltərə xoşuna gəlmir və İstanbula Antantı qüvvələri Osmanlı Dövlət Məclisinə qoşun göndərir və Osmanlı Dövlət Məclisi qovulur və bundan cavab olaraq 1920-ci ildə aprelində Türkiyə Böyük Millət Məclisi çağırılır. Ankarada Türkiyə Böyük Millət Məclisi çağırılır və TBM açılışı olacaqdır. TBM ilə açılan kimi də ilk hökumət başçısı kimi Mustafa Kemal Paşanı yenə rəsmi şəkildə təsdiqləyəcəklər. 1920-nin yayında Türkiyə ilə Sever müqaviləsi, Osmanlı ilə Sever müqaviləsi imzalanır. Sever müqaviləsinə görə
İstanbul xüsusi idarəetmə orqanına çevriləcəkdi. Artıq orada Osmanlı hakimiyyəti başa çatacaqdı. İzmir və digər ərazilər veriləcəkdi Yunanistana. Şərqi Anadolunun bəzi hissələri veriləcəkdi Fransız və İtalyan qüvvələrinə. Həmçinin Şərqi Anadolunun müəyyən bir hissəsi Ermənistana veriləcəkdi, müəyyən bir hissəsində Kürd dövləti yaradılacaqdı. Təbii ki, Mustafa Kemal Paşa bununla razılaşmır, Severi qəbul eləmir. TBMM qərar çıxır ki, Sever konkret olaraq bizim qəbul eləmədiyimiz bir sənəti və Sultan hakimiyyətini biz tanımırıq, rəsmi hakimiyyət bizik deyirlər və Sovet Rusiyasına yaxınlaşır. Sovet Rusiyasına yaxınlaşandan sonra bu vaxt Şərqdə ən böyük qələbəni ermənilər üzərində qazanacaqdılar. 1920-nin bir növ belə deyək də, dekabrında Ermənistandan Gümrük müqaviləsi imzalanır. Gümrük müqaviləsinə görə belə deyək də, Ermənistanın Şərqi Anadolu'na iddiaların tamamilə əl çəkiləcəkdir. Sovet Rusiyasından yardımlar hesabında Mustafa Kemal Paşa Milli Azadlıq Hərəkatının istiqamətini dəyişir və qələbəyə doğru gedir. Bu vaxt 1921-ci ildə Sovet Rusiyası ilə Moskva və Qars müqavilələri imzalanacaqdır. Bunları sadəcə yenə deyim, yazırıq, yazmalısınız, vəsə. Bəndlərini azından tahmini geri keçəcək. Sonra 1921-ci ildə Sakarya Meydan Savaşı var. Sakarya Meydan Savaşında Mustafa Kemal Paşa böyük bir qələbə qazanacaqdı. Məşhur sözü var, xətti müdafiə yoxdur, səhti müdafiə mövcuddur. Yəni olduğunuz yer vətəndir və onu müdafiə eləməsiniz və düşməni. 21-ci ildə Sakarya Meydan Savaşında qələbə qazanır, lakin bu savaşda özü yaralandığı üçün qazi tutulacaqdı, bir də marşal tutulacaqdı. 1922-ci ildə əks hücuma keçən Türk orduları Yunanları tamamilə darmadağın eləyir və bir növ onları ölkədən çıxarırlar. 1923-ün yayında isə Antanta dövlətlərindən Lozanna müqaviləsi imzalanacaq. Lozanna sülhünün şərtinə görə Türkiyə Sever və Mudros müqavilələrini rəsmi şəkildə qüvvədən düşdüyünü təsdiqlətdirir. Türkiyənin bugünkü ərazi bütünlüyü təsdiqlənir, Türkiyənin müstəqilliyi təsdiqlənir və bununla paraleldə bəzi xarici tacirlərə, yəni ticari şirkətlərə kapitulyasiya verilir. Kapitulyasiya yəni güzəştlər də, İngilis şirkətlərə müəyyən güzəştlər verilir, Fransız şirkətlərinə, Amerika şirkətlərinə müəyyən güzəştlər verilir ki, Türkiyə ərazisində ticarət əlaqələri qurulsun 23-cü ildə. Türkiyə bundan sonra isə 23-cü oktyabrında isə eyni ildə oktyabrında, bu ay təsadüf deyil, buna görə təsadüf deyil, Mudroza görə, Türkiyə Cumhuriyyəti yaradılacaq. Türkiyə Cumhuriyyəti yaradılacaq. Testologiyada ən çox uşaqlar bu tipli suala diqqətli yetinir. Bəzən bizim uşaqlar Lozan sülhünü, Sakarya Meydan Savaşını, xüsusən də Lozanı, Türklərin əks-hücuma keçməsini Türkiyə Cumhuriyyətinə daxil. Xeyr, Türkiyə Cumhuriyyəti Lozan sülhü yayında olub, Türkiyə Cumhuriyyəti oktyabrın. Arada yəni ay fərqi var, mövcud olaraq yəni ona diqqətli nəzərdə edəcək. Sonra Türkiyə Cumhuriyyəti dedi ki, 1923-cü ilin oktyabrında yaradılacaq. Mustafa Kemal Paşa dövləti yaratmamışdan qabaq da elə yaradanda da islahatlar keçiriləcəkdir. Bundan hansı islahatlar idi? İdarə etmə, sonra təhsil, iqtisadi, təhsil deyəndə təhsil və mədəni islahatlar olacaq. Bir də inzibati islahatı da verək burada. İnzibati islahatı nə idi? Türkiyənin paytaxtı İstanbuldan Ankaraya köçürüləcəkdi və bununla da yeni bir paytaxt olacaqdı. İdarə etmə, nə deyirsiniz? 1922-ci ildə belə deyək də, oktyabrında Sultan hakimiyyətin ləğvi ilə bağlı qərar veriləcək. Sultan hakimiyyəti ləğv olunacaqdı artıq, tamamilə tanınmayacaqdı. Sonra 23-də oktyabrda Türkiyə Cumhuriyyəti yaradılacaqdı. 24-də Türkiyə Cumhuriyyətinin konstitusiyası qəbul olunacaqdı. Konstitusiyaya görə hakimiyyətin mənbəyi xalq elan olunacaqdı. Qadınlara seçki hüququ veriləcəkdi, qadınlara bərabər hüquqlu veriləcəkdi. Sonra bununla paraleldə Vəqif Nazirliyi ləğv olunacaqdı, şəriət məhkəmələri ləğv olunacaqdı. Dini idarələrin, qurumlarının hamısının bir növ torpaq mülkiyyət formaları əllərindən alınacaqdı, onların hüquqları məhdudlaşdırılacaqdı, hətta bəziləri edam ediləcəkdilər. Sonra bununla paraleldə Osmanlı şəhzadələrini sürgün edəcəkdi, Avropaya göndərəcəkdi, yəni ölkədən çıxıb getməsini tələb edəcəkdi, xilafəti ləğv edəcəkdi və bundan hamısını idarəetmə mexanizmasına verirsiniz. Mədəni sahədə birinci Avropa nümunəsində yeni təhsil sistemi qurulacaqdı, bunu deyəcəyik. Mədəni sahədə nə deyəcəyik? Mədəni sahədə deyəcəyik ki, Latın qrafikasına keçid eləyəcəkdir, təqvimə keçid, müasir dövr təqvimə keçid eləyəcək. İqtisadi sahədə etatizm siyasəti yeridiləcəkdir. Etatizm nədir uşaqlar?
etatizm xarici kapitalı məhdudlaşdırmaqla bir növ proteksionizmin dövlət qoludur. Xarici kapitalı məhdudlaşdırmaqla daxili iqtisadi canlandırmaq. 23-cü də Lozanda verilən bütün kapitulyasiyaların hamısını ləğv edir və onların hamısını yerli milliləşdirir. Yəni milliləşdirmə nədir? Məsəl üçün deyək ki, Cüleyşənin fabriki var. Dövlət gəlir, o fabriki Cüleyşənin əlindən pulun ödəməklə alır. Nəqicinin əlindən pulun ödəməklə alır və keçirir dövlətin mülkiyyətinə. Və etatizm siyasətinə görə dövlət bütün sahələrə nəzarət edir. Misal üçün deyək ki, indi birazdan ABŞ-ı izah edəndə o da görəcəksiniz. Dövlətin sahələrə nəzarət etməsi nə deməkdir? Məsəl üçün mən fabriki aldım, düzdür, Cüleyşədən. Amma Cüleyşəni ora rəhbər təyin edirəm. Fabrik mənimdir. Rəhbər və mən ona nəzarət edirəm. Məhsulun istehsalına, sayına, qiymətinə, bazarda çıxadacağı qiymətə hamısını nəzarət edirəm və istehsalın davamlılığına nəzarət edəcəm. Bax, etatizm siyasəti bu tipdir. Dövlət bütün sahələrə, xüsusən də iqtisadi sahəyə nəzarət edir, yerli burjuaziyanın inkişafına təkan verir, xarici ölkənin kapitalına qarşısı alınacaqdır, xarici ölkə şirkətlərini tamamilə ləğv edəcəkdir və yerli şirkətlər yaradacaqdır. Bunlar olacaqdır. Sonra idarəetmə dediyi, təsir dediyi iqtisadi inzibati deyəcəkdir. Konstitusiya qəbulu. Konstitusiya qəbulu deyəndə Türkiyədə 1924-də dedik, Osmanlı 1876, Yaponiya 89, Çin 1911-13 və yaxud da 13 də deyə bilərsiniz. Burada yəni bunları verə bilirsiniz. Sonra bununla paraleldə ABŞ 1787-ci il konstitusiya qəbulu ilə verə bilərsiniz. Qadınlara seçki hüququnun verilməsi isə biz elə 20-ci illə belə deyək də Türkiyə tarixi o 1919-da da 20-də də ABŞ-da da seçki hüququ verəcək. Sonra Mustafa Kemal Paşanın bu iqtisadi və siyasi tədbirləri hamının nəticəsində Türkiyə iqtisadiyyatda inkişaf edəcəkdir və çox güclü bir belə deyək iqtisadi inkişaf yolunu seçəcək. Hətta yerli özünü istehsal təyyarələri, maşınları istehsal edilmə prosesi baş verəcəkdir. 1934-cü ildə soyad haqqında qanun veriləcəkdir. Soyad haqqında qanuna görə Mustafa Kemal Paşa Atatürk ləqəbi bununla da verilmiş olacaqdır. Xarici siyasətə baxdığımızda 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə üzv olacaqdır. 1936-cı ildə isə Montre konfransı keçiriləcəkdir. Montre konfransı Türkiyənin boğazlara və Qara dənizə, boğazlar dediyimiz Bosfor, Dardanel boğazlarına üstünlük təşkil edir və orada söz sahibi olacaqdır. Ondan başqa heç bir dövlətin söz sahibi olmasına icazə verilməyəcəkdir. Sonra 1937-ci ildə bunu da qeyd eləyin, kitabınızda yenə hər ehtimala qarşı olsun. Sədabət paktı imzalanacaqdır. Sədabət paktı Türkiyə, İran, İraq, Əfqanistan arasında imzalanır. Bir-birinə hücum etməmək haqqında pakt idi və bir tərəfin əsasını qoyulacaqdır. 1938-ci ildə isə noyabr ayında Mustafa Kemal Paşa vəfat edir və yerinə prezident olaraq İsmət İnönü gələcəkdir. Bu sizin Türkiyə dərsiniz oldu.